Herkese salam uşaqlar. Bugün sizlə baxacağıq 5-ci sinif KSQ 6 nümunə misallardan. Başlayaq uşaqlar birinci tapşırıqdan. Birinci tapşırıqda uşaqlar deyir ki, AOB 180 dərəcə olarsa məchul bucağın dərəcə ölçüsünü tapın. Buranı uşaqlar verib bizə 55 dərəcə. Bura 55 dərəcədir. Bu bilirik ki, bura 90 dərəcədir bu bucaq. Bura 90 dərəcə olacaq. Gəlin şəkli burada çəkim. Deməli. Bura 90 dərəcədir. Bura 55 dərəcədir uşaqlar. Ümumi bu bucaq isə 180 dərəcədir. 90 burada, 55 burada. Nə edir uşaqlar? 145 dərəcə. Buranı tapmaq üçün nə edir? 180-dən çıxırıq. 90 üstə gələk 55 bərabərdir. 180 çıxılsın 145. Bu da bərabər olacaq 35 dərəcəyə. Sonra keçək ikincisinə. Deyir, tənliş qurmaqlı qonşu bucaqların dərəcə ölçülərini tapın. Bunu sileyim, gəlin baxaq. Biri digərindən 40 dərəcə böyük olan qonşu bucaqlar nə idi uşaqlar? Baxın, qonşu bucaqlar bunlardır. Bura alfa olsun, bura beta olsun. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Gəlin baxaq. Biri digərindən 40 dərəcə böyük olsun. Biri 40 dərəcədirsə, digəri alfamız olsun. Bucağımızın biri olsun alfa. Digəri olsun. Bundan 40 dərəcə böyük. Alfa üstə gələk 40 dərəcə. Bu ikisinin cəmi nə olacaq uşaqlar? Bayaq dedik. Bu ikisinin cəmi olacaq 180 dərəcə. Çünki qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Bura alfadır. Bura alfa üstə gələk 40. İndi yazıram. Alfa üstə gələk 40 bərabərdir 180-ə. 2 alfa bərabərdir 180 çıxılsın 40-a. 2 alfa bərabərdir 140-a. Alfa da bərabərdir 70-ə. Bu oldu 70. Bir bucaq olacaq 70. Digər olacaq 110. İndi bunu silirəm. Buradan yazım cavabını 70 110. İndi baxaq uşaqlar digərinə. Biri digərindən 11 dəfə böyük olan. Yenə şəkli çəkirəm uşaqlar. Bura olsun alfa. Biri digərindən 11 dəfə böyükdürsə, burada olacaq 11 alfa. Yazıram cəmlərini. Cəmləri nəyə bərabərdir uşaqlar? 180 dərəcəyə. Alfa üstə gələk 11 alfa bərabərdir 180-ə. 12 alfa bərabərdir 180-ə. Alfa da bərabərdir 15 dərəcəyə. Alfa 15-dirsə uşaqlar. 15 dərəcədirsə. Onda bu nə olacaq? 11 vurulsun 15. 11 də 15-ə vuranda nə edir? 165. Deməli bu da olacaq 165. Yazıram 165 dərəcə. Və 15 dərəcə. Sonra baxaq üçüncüyə uşaqlar. 3-də deyir ki, iki düz xəttin kəsişməsindən alınan qarşılıqlı bucaqları müəyyən edin və ölçüsü verilmiş bucağa görə bütün bucaqların dərəcə ölçülərini tapın. Qarşılıqlı bucaqları uşaqlar burada yazıram.
A bəndi üçün yazıram. A. Burada uşaqlar A bəndində AOS ilə AOS qarşılıqlıdır. BOD. Sonra AOB ilə qarşılıqlıdır. COD. Qarşılıqları yazılıb uşaqlar. COD. Hə. Bunu yazdıq. İndi keçək bucaqlara. Bilirik ki, qarşılıqlı bucaqlar bərabərdir. Bu 35-dirsə, olacaq burada 35 dərəcə. Və eyni zamanda burada olacaq uşaqlar. Baxın, bu xəttə görə 180-dən çıxıram 35-i. Bura nə qalır? 145 dərəcə. 145. Bura 145 olduğu üçün avtomatik burada olacaq 145 dərəcə. Sonra keçək B-sinə. Yenə qarşılıqlar təyin edək. L, S, R. Qarşılıqlıdır M, S, N. Və L, S, M. Qarşılıqlıdır R, S, N. Da belə. İndi bucağına baxaq. Bura 125-dirsə, burada 125 olacaq. Sonra uşaqlar, bura 55 dərəcə olacaq. 180-dən 125-ə çıxdım. Bura 55-dirsə, burada olacaq 55. Sonra gəldik C bəndinə. Qarşılıqları yenə yazıram uşaqlar. PAÇ, PAÇ. Deməli, nəyə qarşılıqlıdır? Cada. Cada. Sonra PAC qarşılıqlıdır. Çad. Aha, deməli uşaqlar, bura 45 dərəcə olduğu üçün burada olacaq 45 dərəcə. Və bura 45 desə, burada olacaq 135. Burada 135. Belə, bu da oldu tapşırıq 3. İndi silək bunu, keçək 4-ə. Şəkildə də iki düzxət kəsişir. Təsvir əsasən x-in qiymətini tapın. Uşaqlar, baxın. Bunlar kəsir. Bunlar deməli necə bucaqlardır? Qarşılıqlı. Qarşılıqlı bucaqlar nə idi? Bərabər idi. Ona görə yazıram. 44 x plus 15 bərabərdir 45-ə. X plus 15 45-dirsə, x də bərabər olacaq 30 dərəcəyə. Bunun cavabı oldu 30. Sonra baxaq B-sinə. Bu A idi. Çox qəşəng yazdım. A, bu da B. Burada da uşaqlar qonşu bucaqlar verir. Qonşu bucaqların da cəmi 180-ə bərabərdir. Yazıram 64 üstə gələk 2x üstə gələk 44. Bərabərdir 180-ə. 2x bərabərdir 180 çıxılsın. 64 ilə 44-ün cəmi 108. Çıxılsın 108. X bərabərdir. Uşaqlar 180-dən 108 çıxanda eləyəcək 72. Bunu da böldük 2. 2-yə x də oldu 36. Aha. Buradan da x-in qiymətini istəyir. Burada olacaq 36. Sonra keçək 5-ə. Yenə silim. 5-də nə deyir uşaqlar? Deyir AOB açıq bucaqdır. Aha. AON ilə MOB bir-birinə bərabər olarsa BOM bucaqlarının dərəcə ölçüsünü tapın. Hə, uşaqlar, bu da asandır. Gəlin baxaq. Deməli, uşaqlar, bura 90 dərəcədir. Bunu bilirik. 90. Buranı bilmirik x-dir. Buranı da bilmirik x-dir.
Bu açıq bucağın dərəcə ölçüsü nə qədərdir uşaqlar? 180 dərəcədir. 180 dərəcədirsə yazıram. X üstəgələk x üstəgələk 90 bərabərdir. Aha, bu da eləyəcək uşaqlar 180. İndi yazıram. 2x bərabərdir. 180 çıxılsın 90. X də bərabərdir. 90 bölünsün 2. X də bərabərdir. 45. Cavab oldu. X'imiz 45. Yəni hər ikisi 45 dərəcədir. Sonra baxaq 6-ya. Düzbucaqlı üçbucağın katetlərinin uzunluğunu tapın və sahəsini hesablayın. Gəlin yazaq uşaqlar, bu da sadədir. Aha. Deməli, A bəndi üçün yazırıq. Uşaqlar, katetimizin uzunluğu bu 4'dür. Bu isə 2, 4, 6'dır. Sahə necə tapırıq? S bərabərdir. 6 vurulsun 4 bölünsün 2 elədi 12. Bu oldu birincinin sahəsi. Keçək bu bəndinə. Bura 2'dir. Bura 2'dir. Burada görüm 3, 6'dır. Bunun sahəsi olacaq S bərabərdir. 2 vurulsun 6 bölünsün 2. Bu da elədi 6. Sonra keçək C-sinə. Bura 2'dir. Bura isə uşaqlar 4'dür. Deməli, sahəmiz nə olacaq? Bu 2'dir. Bu 2'dir yazmışam. C bəndi üçün yazıram uşaqlar. S bərabərdir. 2 vurulsun 4 bölünsün 2. Bu da elədi 4. Sonra keçək uşaqlar. Tapşırıq 7-yə. Üçbucağın deyir sahəsini tapın. ABC-nin gəlin tapaq. Tapşırıq 7. ABC-ni istəyir uşaqlar. Baxın, AB-ni verib, BC-ni verib. İndi gəlin sahəsini tapaq. Nə edirəm? S bərabərdir. 6 vurulsun 8 bölünsün 2. Elədi 24. Sonra B bəndini yazaq. A, B, C. Uşaqlar, bura 12-dirsə, baxın, avtomatik burada olur 12. Aha. İndi gəlin ABC-nin sahəsini tapaq. S bərabərdir. 12 vurulsun 12 bölünsün 2. Deyəcək 72. Sonra keçir uşaqlar 9-a. 9 yox 8-ci tapşırığa. 8-də deməli. Düzbucaqlı üçbucaqların sahəsini istəyir yenə. Yenə asanlıqda yazıram. S bərabərdir. Tapşırıq 8. A bəndi. 6 S bərabərdir. 6 vurulsun 4 bölünsün 2 bərabərdir 12-yə. Və B bəndi üçün S bərabərdir. 10 vurulsun. Söz istəyirəm. 10 vurulsun 10 bölünsün 2 bərabərdir 50-yə. Sonra baxaq uşaqlar 9-a deyir. Fiqur sadə fiqurlara ayrılıb. Bu fiqurlara əsasən verilən fiqurun sahəsini tapın. Gəlin tapaq uşaqlar. Deməli, tapşırıq 9. Aha. Uşaqlar, bura 4-dürsə, deməli, burada 4-dür. İndi biz tapmalıyıq əvvəlcə bunu. Bu üçbucağı. Sonra bu üçbucaq. Bu üçbucaqların sonsuz sahələri bərabərdir. Sahələr bərabərsə birini tapmamız kifayətdir. Yazıram S üçbucaq bərabərdir. 3 vurulsun 4 bölünsün 2. Bu bərabər olacaq uşaqlar 6-ya. Aha, bu üçbucaqdan 2-dən olduğu üçün 6-nı vurdum 2-yə, elədi 12. Sonra, indi ortadakı kvadrata baxırıq uşaqlar bu hissəyə. Bunun sahəsini gəlin tapaq. Kvadratın sahə düsturu nə idi? S kvadrat bərabərdir 4-ün kvadratı. Bu da eləyəcək 16. İndi ümumi sahəni tapaq. S tam bərabərdir
12 üstə gələk 16. Bu da bərabərdir 28-ə. Cavab oldu 28. Sonra baxaq ona. Y nöqtəsindən ST parçası perpendikulyar və paralel düz xətlər çəkilir. Y-dən deyir SD parçasına paralel. Paralel deyirsə uşaqlar bu şəkildə çəkirik. Perpendikulyar deyirsə bu şəkildə. Bu paraleldir. Məndə indi şəkildə yaxşı alınmadı. Perpendikulyar. Bu şəkildə. Sonra uşaqlar keçir ikincisinə, B-sinə. Deməli, düzbucaqlı üçbucaqların deyir sahəsini tapın. Baxın, əslində uşaqlar eyni tapşırıqlardır. Yox, eyni deyilmiş. Eyni olanlar da var, olmayanlar da var. Gəlin bunları da tez-tez yazaq. Aha. Deməli, birdə uşaqlar cavab nə olacaq? S bərabərdir. 6 vurulsun 4 bölünsün 2. Bu da elədi 12. Bunun sahəsi olacaq 12. İkincisində bunu bayaq yazmışdıq. 50 olur. Tapşırıq vardı bayaqçında. 50. Sonra bu da uşaqlar bayaq yazdığımızdır. Bunun sahəsi olmuşdu. 20. Bunun sahəsi 12 idi. Bunun sahəsi 6 idi. Bunun da sahəsi 4 idi. Bunu bayaq yazmışdıq. Bunu da hal-hazırda indi hesabladıq. Nə almışdıq uşaqlar? 12, 16. Bunun sahəsi 28 idi. Yazdıq bayaq bunu da. Sonra bunu da bayaq yazdıq. Paralel, perpendikulyar. İndi gəlin bunu hesablayaq. Bunu da yazmışdıq. Bura 35 dərəcə idi. Aha. 35 dərəcə idi. Amma B-ni, C-ni yazmamışdıq. Gəlin bu B-ni, C-ni yazaq. Deməli, uşaqlar, 35 səlqəni yazın. X bərabərdir 35. B-sində uşaqlar 2 dənə Y var, 42 var, bir də düzbucaqlımız var. Düzbucağımız var, düzbucaqlımız yox. Yazıram B bəndi üçün. 42 üstə gələk Y üstə gələk 90 üstə gələk Y bərabərdir 180. Aha, 2Y bərabərdir 180 çıxılsın uşaqlar 132. 132-ni hardan 42 ilə 90 topladım. 2Y bərabərdir 180-dən 132-ni çıxan deyəcək 48. Y bərabərdir 24. Bura oldu 24. Sonra çox qəşəng sərgəli yazdım. Uşaqlardan baxan dünya açılır. 24. C bəndinə keçək uşaqlar. C-də bunun eynisidir. Bu tipdə yazacaq yenə. Aha. Deməli, uşaqlar. C üstə gələk 27. Üstə gələk C üstə gələk 45. Cəmi bərabərdir 180-ə. Aha, yazıram 2G üstə gələk. 27 üstə 45 gələndə uşaqlar eləyəcək 72. Bərabərdir 180-ə. 2G bərabərdir 180-dən 72-ni çıxanda eləyəcək 108. 108-ə indi yazmadım mən. G bərabərdir 54-ə. Sən də G-ni istəyir 54. 5 yazdıq, keçək 6-ya. 6 uşaqlar bayaq yazdığımız idi. Burada cavabı 30 almışdıq. Burada isə cavabı
Yadımdan çıxdı bu tip idi o birisi. Deməli, uşaqlar eynisidir. Hə, yadıma düşdü. Deməli, burada cavab 36 idi. Sonra 7 də bayaqkının eynisidir. Yazmıram bir daha. 8 də eynisidir. 9 da eynisidir və 10 da eynisidir. Deməli, uşaqlar bu qədər 2 variantın ikisinə də baxdıq. Təbii ki, bu o demək deyil ki, sizə bu tapşırıqlar düşəcək. Sadəcə bunlar nümunə tapşırıqlardır. Keşiyə qədər hər birinizə uğurlar arzulayıram. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Gələn dərslərdə görüşənə qədər hələlik uşaqlar sağ olun, salamat qalın.